İcva xirə xuraça jvabur, ço inizdi hicava, atanva qatır quyruğu qotizdi. Tamaşa maşallah olsun, qatır quyruğu. Viçni quruçkada, belə quru yerdə olan qatır quyruğu yığın. Çox gözəl bitkidir, çox faydalı bitkidir. Əsas da ki, qusar zonasında görürəm ki, bədənlərdə dozlaşma çoxdur, astxandrozu çoxdur. Dozlaşma çox olan insanlar heç olmasa ildə 15 gün bu qatır quyruğundan istifadə edin. Həm də metastazlı xərçəng xəstələrinin birinci dərmanıdır qatır quyruğu. Böyrəklər üçün dərmandır. Bundan yaxşı nə axtarırsınız, nə istəyirsiniz? Baxın, buket yığmışıq, maşallah olsun, aparırıq. Allah hamınıza şifa versin. Hər bir bitki bizim əlimizdə var, amma istifadə edə bilmirik. Etmə qaydasını bilmirik. İstifadə edəndə də çalışın ki, qədərindən artıq içməyin. Normasında için. Kim ki bu bitkidən istifadə edir, mənə yazın inşallah. İstifadə etmək istəyən insanlar da müraciət edə bilərlər.